Xırdalan şəhərinin Narınç marketin arxasında 120 nömrəli marşrutun son dayanacağının yaxınlığında yaşayan sakinlərin gündəlik həyatı bu hüququn praktikada təmin olunmadığını göstərən növbəti nümunələrdən biridir. Məhəllə sakinlərinin bildirdiyinə görə artıq 2-3 aydır ki, yaşayış məntəqəsinin yaxınlığına kanalizasiya suları axıdılır. Ən narahat edici məqam isə çirkab sularının hansı mənbədən gəldiyinin və kim tərəfindən axıdıldığının məlum olmamasıdır. Bu vəziyyət təkcə xoşagəlməz mənzərə yaratmır, həm də ərazidə dözülməz üfunətin yayılmasına səbəb olur. Müasir şəhər idarəçiliyində və kommunal xidmət sistemində belə problemlərin aylarla davam etməsi qəbul edilməsi hesab olunur. Çünki söhbət təkcə kanalizasiya sularından deyil, insanların sağlamlığından, ekoloji təhlükəsizlikdən və dövlət qurumlarına olan ictimai etimaddan gedir. Statın sonu. Yazını ətraflı Qlobal Info saytından oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.